İncəsənətlə bağlı ixtisaslar üzrə tədrisin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. İslahatlar çərçivəsində ilk dəfə incəsənət məktəbləri üçün fortepiano ixtisası üzrə dərslik hazırlanıb. Vahid metodoloji yanaşma formalaşdırılıb. Peşəkar və qeyri-peşəkar kateqoriyalar var. 20-dən çox nominasiya üzrə incəsənətin 20-dən çox istiqaməti üzrə deməli müsabiqə təşkil olunur. Hər kənddən, hər rayondan, hər şəhərdən uşaqlar, ucqar kəndlərdə belə yaşayan uşaqlar o prosesə cəlb olunur. Elm və Təhsil Komitəsinin incəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusundakı ictimai dinləmədə attestasiya imtahanlarının nəticələrinə də toxunuldu. Qeyd edildi ki, bu il 1996 incəsənət müəllimi attestasiyadan keçib. Qarşıda duran əsas məsələlərdən biri müəllimlərin və direktorların işə qəbulunun Dövlət İmtahan Mərkəzi vasitəsilə həyata keçirilməsidir. Attestasiyadan keçməmiş müəllimlər bura şikayətə gəlmişdilər və təbii ki, biz burada millət vəkilləri olaraq insanları qəbul edirik, söhbət edirik. Amma doğrudan mən bir musiqiçi olaraq bir neçə sual onlara verəndən sonra görürdüm ki, doğrudan bunlar bugün müəllimlik eləmə baxmayaraq ki, stajları çoxdur. Deyir ki, mən neçə illər müəllim işləmişəm, mən bunu bacarıram, amma görsənirdi ki, bu attestasiya düzgün nəticələr verir. İctimai dinləmələrdə işğaldan azad edilmiş ərazilərdəki incəsənət məktəblərinin fəaliyyətinə də toxunuldu. Bildirildi ki, 50 incəsənət məktəbindən yalnız 11-i öz ərazilərində, 39-u isə digər yerlərdə fəaliyyətini davam etdirir. Gələcəkdə isə yeni təhsil müəssisələrinin yaradılacağı da planlaşdırılır. Vüsalə Məmməzzadə, Royal Əsədov, ASTV Xəbər.